Əl-Ənfal surəsi 75 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə səndən qənimətlər haqqında soruşarlar. De, qənimətlər Allahın və Peyğəmbərinindir. Buna görə də əgər həqiqi möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və onun Peyğəmbərinə itaət edin. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Vaxtlı-vaxtında namaz qılar və verdiyimiz ruzidən Allah yolunda sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlanma və tükənməz ruzi gözləyir. Qənimətlərin bölüşdürülməsi üsulundan bəzilərinin narazı qalması, möminlərdən bir dəstənin xoşuna gəlmədiyi halda, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzər. Gözləri baxa-baxa ölümə sürüklənirlərmiş kimi, haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər. O zaman Allah sizə iki dəstədən birinin, karvanın və ya Qureyş əskərlərinin sizin olmasını vəd edirdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. Allah bununla günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi. O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. Allah, mən sizin imdadınıza bir-birinin ardınca gələn 1000 mələklə çataram deyə duanızı qəbul buyurmuşdu. Allah bu köməyi sizə yalnız sizin üçün bir müjdə və ürəkləriniz sakit olsun deyə etmişdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. O vaxt öz tərəfindən arxayınlıq əlaməti olaraq Allah sizi xəfif bir uyğuya daldırmış, sizi təmizləmək, şeytanın vəsvəsəsini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırmışdı. Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi. Mən də sizinləyəm, möminlərə qüvvət verin, mən kafirlərin ürəklərinə qorxu salacam. Onların boyunlarını vurun, bütün barmaqlarını doğrayın. Bu, onların Allaha və onun Peyğəmbərinə qarşı çıxmalarına görədir. Kim Allaha və onun Peyğəmbərinə qarşı çıxsa, bilsin ki, Allah ona şiddətli əzab verər. Hələ ki, bunu dadın. Kafirləri üstəlik cəhənnəm əzabı da gözləyir. Ey iman gətirənlər! Kafirlərlə bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın. Təkrar döyüş üçün bir tərəfə çəkilən və ya başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni cəhənnəmdir. Ora nə pis dönüş yeridir. Onları siz öldürmədiniz, Allah öldürdü. Düşmənlərin gözünə bir ovuc torpaq attığın zaman, sən atmadın, Allah attı. Allah bununla möminləri yaxşı bir imtihandan keçirtdi. Allah eşidəndir, biləndir. Bu bir həqiqətdir. Allah sözsüz ki, kafirlərin hiləsini zəiflədəndir. Ey müşriklər! Əgər siz qələbə istəyirsinizsə, artıq sizə zəfər, möminlərin qələbəsi ilə Allahın əleyhinizə olan hökmü gəldi. Əgər küfürdən əl çəksəniz, bu sizin xeyrinizə olar. Yox, əgər təkrar müharibəyə qayıtsanız, biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizdən heç bir şeyi dəf edə bilməz. Allah həqiqətən möminlərlədir. Ey iman gətirənlər! Allaha və onun Peyğəmbərinə itaət edin. Eşitdiyiniz halda ondan üz döndərməyin. Eşitmədikləri halda eşitdik deyənlər kimi olmayın. Allah yanında gəzən canlıların ən pisi, dərk etməyən karlar və lallardır. Əgər Allah onlarda bir xeyir bilsəydi, onlara eşitdirərdi. Onlar eşitməsəydilər belə, yenə də üz çevirərək dönüb gedərdilər. Ey iman gətirənlər! Peyğəmbər sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman, Allahın və onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda onun hüzuruna cəm ediləcəksiniz. Sizdən təkcə zalımlara toxunmayacaq, pis əməllərin müqabilində hamıya üz verə biləcək bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir. Xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz, zəif sayılırdınız. Adamların sizi ələ keçirməsindən qorxurdunuz. Belə bir vaxtda Allah sizə sığınacaq verdi.
Sizə köməklik göstərib müdafiə etdi və təmiz ruzi verdi ki, bəlkə şükür edəsiniz. Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və aranızdakı əmanətlərə xəyanət etməyin. Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtihandır. Ən böyük mükafat isə məhz Allah yanındadır. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla haqqı ayırt edən bir nur verər. Günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir. Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da onların bu hiləsinə qarşı tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır. Ayələrimiz onlara oxunduğu zaman eşitdik. İstəsək, biz də buna bənzərini deyə bilərik. Bu, qədimlərin əfsanələrindən başqa bir şey deyildir, söyləyərlər. Bir zamanda, ya Allah, əgər bu sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər demişdilər. Halbuki sən onların arasında ola-ola, Allah onlara əzab verən deyildir. Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz. Lakin onlar Məscid-ül-Həramın sahibləri olmadıkları halda, möminlərə mane olduqda, Allah nə üçün onlara əzab verməsin? Onun sahibləri yalnız Allahdan qorxub, pis əməllərdən çəkinənlərdir. Lakin onların əksəriyyəti bunu bilməz. Onların Beytullahın yanındakı namazı, fit verib əl çalmaqdan başqa bir şey deyildir. Ey müşriklər! Etdiyiniz küfrə görə indi dadın əzabı. Küfr edənlər öz mallarını insanları Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra peşman olacaq. Axırda da məğlub ediləcəklər. Kafirlər cəhənnəm tərəfə sürüklənəcəklər ki, Allah orada murdarı, kafiri pakdan, mömindən ayırt etsin. Sonra murdarları bir-birinin üstünə yığıb, hamısını bir yerə toplasın və cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir. Kafir olanlara de, əgər onlar öz küfürlərindən əl çəksələr, keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələr. Yer üzündə fitnə qalmayıb, bütün din yalnız Allaha məxsus olana dək onlarla vuruşun. Əgər Allaha şərik qoşmağa son qoysalar, Allah onların nə etdiklərini görəndir. Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin havadarınızdır. O, ən gözəl havadar, ən yaxşı imdada çatandır. Əgər siz Allaha və haqla batilin ayırt edildiyi gün, iki dəstənin bir-biri ilə qarşılaşdığı gün, Bədir günü, bəndəmizə nazil etdiyimizə iman gətirmişsinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin 5də biri Allahın, Peyğəmbərin, onun qohum əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir. Allah hər şeyə qadirdir. O zaman Bədir günü siz vadinin Mədinəyə ən yaxın tərəfində, onlar isə ən uzaq tərəfində idilər. Karvan sizdən aşağıda, sahilə yaxın, gözəl, sulu bir yerdə durmuşdu. Əgər siz onlarla vuruşmaq üçün vədələşsəydiniz, təyin etdiyiniz vaxt barəsində aranıza ixtilaf düşərdi. Lakin Allah olacaq işi yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə həlak olsun. Sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın. Həqiqətən Allah eşidəndir, biləndir. O zaman Allah röyanda sənə onları az göstərirdi. Əgər onları sənə çox göstərsəydi, mütləq qorxar və döyüş barəsində bir-birinizlə çənə boğaz olardınız. Lakin Allah sizi düşmənin təhlükəsindən salamat qutardı. O, həqiqətən ürəklərdə olanları biləndir. Düşmənlə üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədi ilə onları sizin gözünüzdə az göstərir. Sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qayıdacaqdır. Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə möhkəm olun və Allahı çox yada salın ki, nicat tapasınız. Allah və onun Peyğəmbərinə itayət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir. Yurtlarından təkəbbürlə özlərini cəmaata göstərmək üçün çıxanlar və insanları Allah yolundan döndərənlər kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır. O zaman şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: Bugün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də
sizin dadınıza çatanam. Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq, mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi, möminlərin köməyinə gələn mələkləri görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir, demişdi. O zaman münafiqlər və ürəklərində mərəz olanlar bunları öz dinləri aldatdı deyirdilər. Lakin Allaha təvəkkül edən qalib olar. Çünki Allah həqiqətən yenilməz qüvvət sahibidir, hikmət sahibidir. Kaş sən kafirləri, mələklər onların üzünə və yanlarına vura-vura, dadın atəşin əzabını deyib canlarını alanda görəydin. Bu, sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir. Eyni ilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi, onlar Allahın ayələrini yalan hesab etdilər. Allah da onları günahlarına görə yox etdi. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir. Cəzası da çox şiddətlidir. Bu əzab ona görədir ki, bir tayfa özünə bəxş edilən neyməti dəyişməyincə, Allah da ona əta etdiyi neyməti dəyişən deyildir. Həqiqətən, Allah eşidəndir, biləndir. Eyni ilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər. Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini dənizdə batırdıq. Onların hamısı zalım idi. Allah yanında gəzən canlıların ən pisi küfr edənlərdir. Onlar artıq iman gətirməzlər. Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə əhdlərini pozar və Allahdan da qorxmazlar. Əhdi pozanları müharibədə yaxalasan, onlara tutacağın divanla, arxalarında olan kimsələri də dağıt ki, onlar ibrət alsınlar. Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdini pozduğunu açıq-aydın özlərinə elan et. Çünki Allah xainləri sevməz. Canlarını qutaran kafirlər əsla elə zənn etməsinlər ki, xilas olmuşlar. Onlar Allahı özlərinə əzab verməkdən aciz edə bilməzlər. Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz. Əgər onlar sülhə meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O eşidəndir, biləndir. Əgər onlar səni aldatmaq istəsələr, sənə təkcə Allah kifayətdir. O Allah ki, səni öz köməyi ilə və möminlərlə müdafiə edib möhkəmlətdi və onların ürəklərini birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Çünki O yenilməz qüvvət sahibi, hikmət sahibidir. Ya Peyğəmbər, sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər. Ya Peyğəmbər, möminləri döyüşə həvəsləndir. İçərinizdə 20 səbirli kişi olsa, 200 kafirə, 100 səbirli kişi olsa, 1000 kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır. İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda 100 səbirli kişi olsa, 200 nəfərə, 1000 kişi olsa, 2000 nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbr edənlərlədir. Heç bir peyğəmbərə yer üzündə küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir öldürməyənə qədər əsirləri özünə mal etmək yaramaz. Siz puç dünya malını istəyirsiniz. Allah isə ahirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Əgər əvvəlcə Allahdan bir hökm olsaydı, aldığınız fidyə müqabilində sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir. Ya Peyğəmbər, əlinizdə olan əsirlərə de, əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə, sizə sizdən alınandan, fidyədən daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir. Əgər əsirlər sənə xəyanət etmək istəsələr, bilsinlər ki, bundan əvvəl Allaha xəyanət etmişdilər. Allah onlardan intiqam almağa imkan verdi. Allah biləndir, hikmət sahibidir. İman gətirib hicrət edənlər
Allah yolunda malları və canları ilə cihad edənlər və Peyğəmbərlə mühacirlərə sığınacaq verib kömək istəyənlər, məhz onlar bir-birinə dostdular. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda kafirlərə qarşı sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfə əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir. Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunları, yuxarıda sizə buyurulanları etməsəniz, yer üzündə böyük bir fitnə fəsad olar. İman gətirib köçənlər, Allah yolunda cihad edənlər və mühacirlərə sığınacaq verib kömək edənlər, məhz onlar həqiqi möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir. Sonradan iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər də sizdəndilər. Qohumlar Allahın kitabında varislik baxımından bir-birinə daha uyğundular. Həqiqətən Allah hər şeyi biləndir.